Əziz müsəlmanlar, Allah buyurur ki, və asaytum min ba'di mə arakum mə tuhibbun. Allah sizə sevdiklərinizi göstərdikdən sonra ona asi oldunuz. Allah buyurur ki, bu ayədə mən sizə sevdiklərinizi verdim. Nə istəyirdiniz? Mən sizə onların hamısını verdim. Evlənmək istəyirdiniz, sizi evləndirdim. Ev istəyirdiniz, sizin üçün ev tikməyi asanlaşdırdım. Xəstə idiniz, məndən şəfa istəyirdiniz, sizə şəfa verdim. Övladınız yox idi, övlad istədiniz, mən sizə övlad nəsib etdim. Vəzifə istəyirdiniz, mən sizə vəzifə verdim. İş istəyirdiniz, mən sizə iş verdim. Nə istəyirdinizsə hamısını sizə bəxş etdim, hamısını sizə verdim. Bizcə düşünəyin, Allah bizə bu dünyada hər şey verir. İstədiyimiz nə vardırsa hamısını bu dünyada verib biz Allah Azza və Cəllə. Və bunlardan sonra bizlər Allah Azza və Cəlləyə asi oluruq. Həqiqətən də Allah bizləri islah eləsin.